Əziz dostlar, danışan ömürdür. Kiminlə? Rəhman babayla. Baba, xoş gəlmisən. Xoş günün olsun ömür bala. Yer kürəsinin ən balaca televiziya aparıcısı ömür. Aferin, aferin. Rəhman baba, ən gözəl kuklan hansıdır? Ən qəşəng kukla yox. Ən qəşəng kuklalarım hansıdır? Çünki onlar bir-birindən qəşəngdilər. Ömür, bilirsən kukla teatrında bir kukla olmur. Yüzlərlə kuklalar var, 500'lərlə, bəlkə də 1000 kukla var. Çünki cürbəcür tamaşalar var, nağıllar var. O nağılların hərəsində də 15-20 kukla iştirak edir. Ona görə mən sənə bu dəqiqə deyə bilmərəm ki, mənim hansı kuklam daha qəşəngdir. Yaxşı da baba, ən qəşəng hansıdır? Ən qəşəngi, ən qəşəngi ömürdür. Ömür. Mən kukla deyəm, mən şirin nəvəyəm. Bəli, şirin nəvəsən, kuklalardan da şirinsən sən, gözəl nəvəsən sən, əlbəttə. Amma sənin sualıma qalanda, mənim ən gözəl, sevimli kuklam bir deyil axı. Mən neçə illərdir o kuklalarla işləyirəm. Deyim də neçə il, 52 ildir mən o kuklalarla işləyirəm. Ona görə indi yadımdan çıxıb ki, hansı daha qəşəngdir, hansı daha şirindir. Olsun, eyb yox. Xala. Xala, Baba, bir dənə cıqqılı nağır danışdı, bir balaca. Cıqqılı nağıl, az, yaxşı danışım. Onda hansı nağıl danışım sənə? Mən çox nağıllar bilirəm axı. Tık-tıkın nağılını danışım sənə. Ömür, gəl mən sənə söyleyeyim bir maraqlı hekayət. Doğuzan qurdu edirdi yalqızlıqdan şikayət. Soğan qabıqlarından çadıra geyindi şık-şık. Fındıq qabıqlarından çarıq geyindi tık-tık. Ətir vurdu başına, bəzək verdi özünə, qara yaxdı qaşına, sürmə çəkdi gözünə. Nadirə yavaş-yavaş yola düzəldi bir baş. Çölçəməni gəzirdi, axtarırdı bir yoldaş. İndi mənə görüm tık-tıkın nağılını bilirsən? Bilmirsən. Gələcəkdə baxarsan Allah qoysa ona. Yaxşı? Rəhman baba, mən mahnısını bilirəm. Mahnısı? Gözümə, düşdün çölün gözünə. Dost gəl, hardasın, tez gəl, hardasın. Tık 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 tık, göz gəl, hardasın. Tez gəl, hardasan, tık 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 tık. Aferin, əşi bilirsən ki sən. Bilirsən, Gəlir deməli tık-tık hara gəlir? Gəlir bir çəmənliyə. Çəmənlikdə çobana rast gəlir. Çoban deyir ki, ay dozan qurdu, hara gedirsən belə? Tık-tık xanım deyir ona ki, ay çoban, gözlərini yaxşı sil, diqqətlə bax, gör kiməm, danışdığın sözü bil. El bilir, aləm bilir, Tık-tık xanım deyirlər mənə. Biraz düşünüb danış, kobud olma bu qədər. Sonra çoban deyir, bağışla Tık-tık xanım, qurban o şirin dilə Tık-tık xanım, de görüm, hara gedirsən belə? Tık-tık deyir ki, ömürlər çox gödəydir, bilirsən onu? De. Mən mahnısını bilirəm. Baba, sən teatrda bizə tık-tıkı göstərəsən. Tık-tıkın tamaşasını yox, amma kuklaların göstərirəm. Yaxşı? Tık-tıkın kuklası, Sıçan bəyin kuklası, sonra Tülkünün kuklası, Çobanın kuklası, bunları göstərirəm sənə. Yaxşı? Orada var. Oradadılar, dincəlirlər, yatırlar özləri üçün. Çox canım. 26 aprelin 26-sı mən səni gözləyəcəm orada. Amma dostlarınla bir yerdə gələrsən. Yaxşı? Mən dəvət edirəm səni ora. Dostlarınla bir yerdə gələrsən. Kəmalə nənə. Əlbəttə. Kəmalə nənə başda olmaqla bütün kollektiviniz Allah qoysa ora gələcəksiniz və mənim orada yeni bir tamaşam var. Aybalit Həkim
Aybalit Həkim tamaşasına baxarsınız. Yaxşı? Baba, indi başqa sual verəcəm. Hə, buyur. Baba, sən mənim üçün balaca olanda dəcəllik eləyirdin. Doğrudan ömrə heç yadıma gəlmir indi. Mən çünki yaşım çoxdur da. Amma yəqin ki eləyirdim. Mən də sənin kimi balaca olanda, balaca oğlan olanda sözsüz ki şıltaqlıq, dəcəllik eləmişəm. Olub. Necə? Elə beləcə. Sən nənənin inəyi götürüb qaçırdın. Yox, mən sənə bir söz deyim. Mənim nənəm o vaxt heç eynək taxmırdı. Gözləri yaxşı görürdü. Ona görə. İndi mənim nənəm çoxdur, çox. Yox, ömür. İndiki nənələr hamısı özündən razı, fors verirlər. Eynək taxmaqla güya gözəl görünürlər. Hə. Mənim nənəm arada taxır, o gün olanda. Çıxanda. Bir xal getdi bax. Nənə, Can. səhər gələndə inək taxarsan. Mütləq taxacam. O Ayal. Mənim nənəm qəşəng inək taxır, gül inəyi taxır. Ay sağ ol, bəli. Gün eynəkləri taxır ki, gün gözünü xarab etməsin. Əlbəttə, o lazımdır. Sən özün bax burada dostların var da yəqin ki, hə? Dostlar tapırsan burada. Hə? Dostların adını deyə bilərsən mənə? Kimlərlə yaxın dostsan? Günellə, İlhamə ilə, Mələklə, Balaca Zəhra ilə. Mənə qalsan, onda qızlarla dostluq edirsən. Eminlə bir də. Hə, bir də Emillə. Hə, yaxşıdır. Onlar səni döymürlər. Deyirlər. Sən də onlar döyürsən. Aləm qarışıq bir-birinə. Mələk mən döymüşdüm. Sən döymüşdün mələyi. Vay. Ona görə ağlayırdı. Hə, Kamal nənə sonra istəndi. Kamal nənə də çox əsəbləşdi, istəndi. Hə, bax görürsən, sən onu Kəmalə nənə əsəbləşdirmə, mələyi də döymə. Mələklə dostluq elə. Mələk saçını yolam, kişləyirəm qolunu. Evet. Sən də qızlar döyürdün. Yadıma gəlmir. Çoxdan olub o, ona görə. Oğlanlar, qızları incitmək olmaz. Onlar bizim əzizlərimizdir. Onlar bizim bacılarımızdır. Mən incitmirəm. Sadəcə zarafat elədim. Rəhman baba, mən qızlarla dalaşmıram. Sənin kuklaların dalaşır. Yox, onlar da dalaşmır. Onlar da sakitdilər, onlar da tərbiyəlidirlər. Dalaşmırlar, yox. Dalaşarsa gəlib mənə deyərsin. Yaxşı. Dalaşsa gəlim sənə deyim. Sən nə edəcəksən? Onlara kömək eləyəcəksən ki, yaxşı vursunlar, onlar döysünlər. Yox, Hə. ağıllandıracağam. Ay sağ ol. Bax belə danış da, xoşum gəlsin. Sığalayacağam. Hı. Bağlama basacağım. Ay sağ ol. Öpüb gözümün üstünə qoyacağam. Sağ ol. Afərin. Əla. Sağ ol baba. Hə, sağ ol. Rəhman baba, mən sənə hansı kuklana oxşayıram? Bilirsən sən bir kukla var və bir 2-3 kukla da var. Onlara da oxşayırsan, amma əsas Qoçaq Əhməd də var bizdə. Qoçaq Polad da var bizdə. Bunlar qəhrəmanlardır. Bir də Məlik Məmməd. Sən bunların üçünə də oxşayırsan. Sobdə südə. Adam ol da. Az qalıb da. Yaxşı. Qoy bir daha saçını düzəldir. Nənə qurban. Bax. Deyirsən istəmirsən ki, səni uzaq ölkədə göstərsinlər? Hə? İstəmirsən? İstemezsen ki ya seni Ucqar Dağ kəndinin sakinini uzaq Livya səhrasında görsünlər, alqışlasınlar. Hə? Yax. Düz deyirsən. Elə səni görməsələr yaxşıdır. İstəyirsən o zaman adam ol. Yaxşı? Çap. Rəhman baba, Haçbazda Samir babanı tanıyırsan, Samir babanı. Yox, tanımıram. Amma tanış eləsin, tanış olaram. Eləyəcəm. Yaxşı. O bizə ev bağışlayıb. Gör nə yaxşı babadır o. Gör nə xeyirxah babadır. Gör necə böyük ürəyə malik insandır ki, sizə ev də bağışlayıb. Çox sağ olsun, mən ona minnətdarlığımı bildirirəm. Babalar nəvələrini çox sevir.
Əlbəttə, nəvə çox şirin olur. Deyir, devlətdə dəvə, evladda nəvə. Nəvələr də babalarını çox sevir. Afərin, düzdür. Sən mənim babam olarsan. Əlbəttə mənim balam, əlbəttə. Mən sənin babanam da. Mən bütün Azərbaycan balalarının babasıyam. O zaman orada baba ilə nəvə. Baba və nəvə, baba və nəvə. Bir əl də tutun görüşün. Bir əllərinizlə də tutun görüşün. Aferin, aferin. Ay güzel oğlan. Ay oğul, güzeldir bu. Samir baba, Yox, Samir baba deyil, Rəhman baba. Rəhman baba. Mənim kimi gözəl dostlarım var. Sənin dostların var. Əlbəttə, mənim də dostlarım var. Əlbəttə, mənim dostlarımın çoxsu incəsənət adamlarıdır. Yəni aktyorlar, rejissorlar, rəssamlar, bəstəkarlar, müğənnilər və digər sənət adamları mənim yaxın dostlarımdır. Sənin dostlarla yaxşı. Dostlarla kimi dəvət eləyim bula. Mən onu fikirləşib sənə deyərəm. Çünki mən elə dostlarımın birinə deməliyəm ki, o sənin qədər belə hazır cavab olsun, maşallah, belə söz deyə bilən olsun. Sənət adamına deyərik ki, o gələr, sənlə burada müsahibə aparar, veriliş edərsiniz və biz də kənardan baxarıq. Mən bilirəm ki, kuklalar danışır. Necə danışır? Göstərə bilərsən? Ən yaxşısı odur ki, gələsən, teatrda tamaşa eləyəsən və orada görəsən ki, Rəhman baba necə kuklaları danışdırır və kukla teatrının gözəl aktyorları, aktrisaları Rəhman baba. necə kuklaları danışdırır, kuklaları oynadırlar, kuklaları canlandırırlar. Yəqin ki, teatrda tamaşaya baxandan sonra ondan da müəyyən bir fraqmentdə gələn verilişə hazırlayarsınız və qonaqlara, tamaşaçılara təqdim edərsiniz. Mənim dostlarım da onda sürpriz olsun. Olsun. Nənə, malajına apalasan mı? Mütləq. Baba, sən dərviş tanıyırsan. Yox, dərvişi yox, Monsieur Jordan'ı tanıyıram. O tamaşadan həm Monsieur Jordan, həm də dərviş var, düz deyirsən. Dərvişi də tanıdım. Mən dərvişin mahnısını bilirəm. Nə yaxşı, bir ifa ilə görək. Mən bir köhnə gəlmişəm, cəhənnəmə gəlmişəm. Mən bir köhnə gəlmişəm, cəhənnəmə gəlmişəm. Zamaləni dolayıb balmağıma sərmişəm. Zamaləni dolayıb balmağıma sərmişəm. Dubunla, Orasında deyil. dubanım, dubandı. Dırıdıdım. Dırandım. Bir de deyil. Yox. Nə oldu? Değil mi? Niye bugüne düştün? Ağlamak yok diye dönülmez yollarda. Baba heç nə olmuyor. Sadəcə yalırdım. Ha, yorulmuşsan, əlbəttə, əlbəttə. Bu qədər ki sən, Kamana Bugün- enişləri çıxmır. aha, bu qədər ki sən bugün veriliş apardın, əlbəttə yorularsan. Amma sənə bir söz deyim Ömür, sən yaxşı aparıcı olacaqsan, ha? Hə, gələcəkdə yaxşı aparıcı olacaqsan. İndi də yaxşısan, amma gələcəkdə çox yaxşı aparıcı olacaqsan. Mən inəkləri çox sevirəm. Sənin kuklaların açıqsını var, açıqsı. Hə, eynəkləri var, kuklaların. Yox, hamısında yox. Eləsi var ki, əlbəttə var. Əlbəttə var. Onlar da göz görmür. Yox. Yəqin ki, onlar da elə gün eynəyi taxırlar da. Nənələr, babalar, nəvələrinizi aparın teatra. Hansı teatra? Kukla teatrına. Eşitdiniz? Dostlarımla, bacılarımla, qaqaşlarımla avtobusda binib gələcəm. Kamala nənəndə oturacağam öz maşınında. Hara? Kukla teatrına.
Rəhman baba, çox sağ ol ki, gəldin mənim verilişimə. Sən sağ ol ki, məni dəvət etdin öz verilişinə. Biz ikilik də gözəl veriliş apardıq. Bundan sonra ömür verilişinə baxarsan. Əlbəttə baxacaq, bundan sonra danışır ömür verilişinə. Çox sağ olun, çox da razıyam. Ərzək çəkib iştirətdiniz. Əzazı, əli, çox sağ ol. Ömür verilişinə baxarsan. İndi öz-özünə nə istəyirsən danışın. Sağ Bir ol. suallar burada. Ne verirsin? Bir suallar. Mənim suallarım var. Yoxdur. Dedim də səhər. Mənə nədir tut? Səhər mənə deyib də, oy səni bir sürü üzüldüsün. Nə? İndi onda babana da çox yordu. İcazə verirsənsə mən keçim orada oturum. Rəhman müəllim, Azərbaycan Uşaqları İctimai Birliyinin adından sizə dərin təşəkkürümü bildirirəm. Siz bizim, deyək ki, verilişimizin ilk qonağı oldunuz. Bu veriliş Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakini, ən balaca sakini ömrün verilişidir. Və biz adını da elə danışır ömür qoymuşuq. Ömür danışır sizinlə. Bir insanın ömründən fraqmentləri danışır, sual verir, cavabını alır. Və bu baxımdan düşündük ki, cəmiyyət üçün bizim mesajlarımız da elə sizin kimi tanınmış sənətçilərin, incəsənət adamlarının, mədəniyyət işçilərinin, millət vəkillərinin, digər sənət adamlarının, ictimai xadimlərin iştirakı ilə cəmiyyətə verəcəyimiz bir mesajlarımız olsun. Və bu mesajları da əlbəttə ki, balacamızın dili ilə cəmiyyət eşitsə daha effektiv olacaq. Mövzumuz əlbəttə nənə ilə, baba ilə nəvənin qarşılıqlı sevgisi, qarşılıqlı səmimiyyəti və nənə babanın nəvənin həyatında rolu. Özləri nə yaşayırlar, nə düşünürlər, o sualları da sizə verirlər. Mən sizə təşəkkür edirəm. Bizə texniki dəstəyi göstərən Azarsun Holding və Media Balans şirkətinə dərin təşəkkürümü bildirirəm. Və biz düşünürük ki, biz bu verilişlərlə həm böyüklərimizin, həm kiçiklərimizin ömrün sayəsində bir diqqətini, sevgisini qazanmış olacağıq. Və ümid edirəm ki, bu sizin sonuncu bizimlə müsahibəmiz deyil. Yenə gələcəksiniz. Biz sizi sevə-sevə burada gözləyirik. Amma bundan sonra biz sizin qonağınızıq. Gördünüz, özü də anonsunda dedi də. Dedi, avtobusa minib maşınımızla da gələcəyik. Biz sevə-sevə bugün uşaqların maariflənməsi teatr tamaşaları vasitəsilə daha effektivdir. Uşaqların yaradıcılığı onun təhsilinə çox böyük təsirini göstərir və ümumiyyətlə bir uşağın həyatında, uşaqlığında ən gözəl nə ola bilərsə onu təbliğ eləyək. Mən sizə təşəkkürümü bildirirəm. Sağ olun, çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm ki, ömrün apardığı bu üç verilişə elə məni dəvət etmişsiniz və mənə elə gəlir ki, baba, nəvə diyaloqu heç də pis olmadı və bugün siz demişkən bir mesaj oldu bu. Lazımdır, vacibdir belə verilişləri etmək və burada olan bu gözəl, yaxşı günlərimi deyim, gözəl işlərimi deyim, təqdim eləmək cəmaata, xalqımıza vacibdir, lazımdır, labüddür. Və bugün mən çox sevinirəm ki, 52 il işlədiyim Azərbaycan Dövlət Kukla Teatrında mənim işim hədər gedməyib. Bax, bu, onun bariz nümunəsidir ki, bugün ilk qonağınız da mən olmuşam. Allah var eləsin, sözsüz ki, əlbəttə gələcəyik. Siz dəvət edən kimi imkanımız dairəsində biz gəlib özümüzü burada yenidən təqdim edəcəyik. Və amma mən sizi gözləyirəm. Kəmalə xanım, mən teatrda sizin qrupanızı gözləyirəm ki, bizim teatrın qonağı olasınız və gözəl tamaşalardan birinə dəvət edirəm sizi. Və ümidvaram ki, o tamaşa da uşaqların sevincinə səbəb olacaq.
Çox sağ olun. Siz sağ olun, təşəkkür eləyirik. Çox sağ olun. Ömür, duraq gedək. Dəqiq. Yoxsa oturaq baba ilə hələ söhbət eləyək biz? Gedək. Yəni icazə versin də, çünki verilişin aparıcısı sənsən. Sən nə desən o da olacaq. Yaxşımı? Hələ dinozavrla oynayır. O dinozavr bu gecə bizə gedəcək. O dinozavr elə belə dinozavr deyil. Mən sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun, səbirlə. Bilirəm ki, uşaqla ilk işinizdir. Növbəti dəfə daha biraz da yaxşı olacaq. Bu özünü çox pis hiss eləyir. Hələ biruzə vermir də. Halaldır, ona da halaldır. Nənəsi qurban. Kişi kimi, axıra kimi getdi də. Ömür verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür.